Yeni il sadəcə təqvim dəyişikliyi deyil, minilliklərin harmoniyasıdır. Hər şey Roma İmperatoru Yuli Sezarın təqvim islahatı ilə 1 yanvarı ilin başlanğıcı elan etməsi ilə başladı. Amma bayramın digər rəmzləri daha qədim inanclardan gəlir. Niyə məhz şam ağacı bəziyirik? Çünki o, qışın ən sərt soyuğunda belə yaşıl qalaraq həyatın davamlılığını simvolizə edir. Qədim Germanlar və Skandinavlar şam ağacını pis ruhlardan qorunmaq üçün evlərinə gətirirdilər. Bu adət 16-cı əsrdə Almaniyada müasir bəzədilmiş ağac formasına çevrildi. Şaxta babanın geyim rəngi isə ən çox maraq doğuran məqamdır. Tarixi şəxsiyyət olan Müqəddəs Nikolay və ya qədim folklor personajları əvvəllər yaşıl, mavi və ya qəhvəyi geyimlərdə təsvir olunurdu. Lakin 1930-cu illərdə Coca-Cola markasının reklam kampaniyası üçün hazırlanan qırmızı geyimli, ağ saqqallı və mehriban baba obrazı o qədər uğurlu oldu ki, bütün dünya Şaxta babanı məhz bu rəngdə tanıdı. Beləliklə, bugünkü yeni il qədim Roma təqvimi, şimal xalqlarının əfsanələri və müasir dizaynın maraqlı bir vəhdətidir. Bəs sən ağacını bəzəmisən?